Lənkəran rayonunun bir sıra yaşayış məntəqələrində Amerika ağ kəpənəyinin yayılması sakinlərin narahatlığına səbəb olub. Liman şəhəri, Boladi, Separadi, Zövlə kəndləri və ətraf ərazilərdə yaşayan sakinlər deyirlər ki, zərər vericilər həyətyanı sahələrdə, ağaclarda əsasən may ayının sonlarından etibarən müşahidə olunub. Son günləri isə daha da artaraq meyvə ağaclarına və əkin sahələrinə zərər vurub. Həşəratlar hətta həyətlərdən evlərin içinə də daxil olurlar. Qurd da gəlib, daraşıb, heç cürə təmizləmək mümkün deyil. Bu, əsasən rast gəldiyi mayın axırında. Bu ağacları, gilas ağaclarıdır. Bunları tutduğu, orada bir dənə ağac var, onu tutduğu, biraz, bu yayıldı. İndi 2 gün idi, da evin içine girmem mümkün değildi qurdun əlindən. Onlar böyle 1 ay, 2 aydır belançinədir. Bu dayı öldürür, divarlara dırmaşır. İndi vaxt qoyub mənim bu güllərimə deyirəm, ay dünə bu güllərin dərdində qaçmışam idarələrə. Bura idarə müraciət eləmişəm idarəyə, Nizami müəllimə. Görürəm Nizami müəllim də deyir ki, biz nəli, bizim həyatlar da belədir. Problemlə bağlı aidiyyəti qurumdan bildirildi ki, hazırda rayonun Nərimanabad, Üzümçülük, Liman, Port, Şirinsu, Boladi və Zövlə ərazilərində Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri görülür. Lənkəran rayonunda isə hal-hazırda 2 günə qədər 500 hektardan artıq ərazidə Amerika ağ kəpənəyinin yayıldığı müşahidə olunmuşdur və ona qarşı da dövlət büdcəsi vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri aparılır. Məlumat üçün bildirim ki, Amerika ağ kəpənəyi ildə 3 nəsil verir və onun ən əsas yayılma problemi tut ipəkqurduna qarşı istifadə olunan yemdir ki, onlar bir yerdən digər yerə daşınarkən onların yayılması və populyasiyanın artması müşahidə olunur. O da qeyd edilib ki, 2026-cı ildə 6500 hektar ərazidə monitorinqlər aparılıb. Onlardan 4700 hektarında Amerika ağ kəpənəyi müəyyən edilib. Hazırda həmin ərazilərdə zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirləri davam etdirilir. Elvin Əkbərov, Yusif Kərimli, Xəzər xəbər.